Hüseyin ibn Süveyr İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir. İmam Sadiq əleyhissalam buyurur: Ey Hüseyin! Hüseyin ibn Əlinin qəbrini ziyarət etmək məqsədi ilə evdən çıxan şəxsin ayaqla getdiyi hər bir addıma Allah bir savab yazar və bir günahını məhv edər. Hayrə, İmam Hüseynin hərəminə çatdığı zaman Allah onu nicat tapanlardan və qazananlardan qərar verər. Ziyarətini tamamladıqda Allah onu feyzə çatanlardan edər. Geriyə dönmək istədikdə Allah ona bir mələk göndərər və mələk həmin şəxsə belə deyər: Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm sənə salam söyləyir və sənə belə buyurur: əməllərinə yenidən başla, artıq keçmişdəki günahların bağışlandı. Kamil Ziyarat 253-cü səhifə.